Axşamı seyir dərzəcilər Sağ TV nefindən hər kəs salamlayıram. Biz bugünlər yenə də Şəmkir rayonunun Köhnə Peşə Məktəbinin yaxınında yerləşən bir binadayıq. Burada yenə gəlmişik həmən bazını sevindirməyə. 4 uşaqlı bir bazı var. Və inşallah işlərimiz davam edir. Kərəm, bu sən də sözlük. Salam elə şey, axşamınız xeyir. Biz yəni külək, qar demədən yenə gəlmişik. Havada güclü külək var. Yəni səsə görə üzr istəyirik. Yəni biz həmişəki kimi dayanmadan yəni fəaliyyətdəyik. Yenə həmişəki yerə gəlmişik. Çox binadır. Yardıma ehtiyac olan ailə var. İndi keçəcəyik içəri ora yardım verməyə. Sən də bir sözümü denək ki, götürək gedək. Deməli dərzəcilər, onu da bildirim ki, avtomobilimizi dəyişmişik bir aya yaxındır. Şimdi ta işlərimizi çox rahat bir davam etdirəcəyik inşallah Allahın izinlə. Və sizlərə də xahiş edirəm ki, bizim kanala abunə olun, dəstək olun, bizi izləməyə davam edin və çox geniş çəkməyəcəyik. Vaxtımız az olduğuna görə və həm də ki, nəzərə alırıq bəzi tərəflərə görə. Deməli bizim gözəl izləyicilərimiz, yəni hər başdan deyim ki, bu xanımın üzünü çəkməyəcək, özü də istəmir. Yəni bu yardımları ona verib gedəcək. Sağ olun, gecəniz xeyrə qalsın. Bizi izləməyə davam edin, sağ olun.